əmək haqqı artırılsın, belə çıxışlar da olur. Amma bu da bəs qədər deyil. Çünki biz millət vəkillərindən məsəl üçün daha çoxunu gözləyirik. Necə ki, cəmiyyət Günay Ağamalıdan gözləyirdi ki, Günay Ağamalı desin ki, bəli, uşaq pulu verilməlidir. Məsəl üçün digər deputatlardan gözləyirlər ki, deputat onlara iş yeri tapmalıdır, iş yeri verməlidir, onların maliyyə problemlərini həll eləməlidir. Yəni millət vəkili bizim içimizdən seçildiyinə görə millət vəkillərindən istəklər daha çoxdur. Bugün də məsəl üçün Seyran Səxavət də bir yazıcı dramaturq olaraq düşünür ki, millət vəkilləri bekarçılıqdan artıq bilmirlər nəyi müzakirə eləsinlər. Arvad sözü üzərində dayanırlar ki, məsəl üçün bizim leksikonumuzdan arvad sözü yığışdırılsın, Azərbaycan qanunvericiliyindən arvad sözü çıxarılsın və biz xanımlara arvad deyə müraciət etməyək. İş yerləri məsələsinə qalanda, iş yerlərinin açılması məsələsinə qalanda bu problem Azərbaycanda var. Bu problem demək olar ki, artıq hamıya tanış bir problemdir və eyni zamanda da gəlirlərimizin azlığı məsələsinə qalanda, bəli, xərclər daha çoxdur, gəlirlər onu qarşılayır 15 gün ərzində. Dəfələrlə bununla bağlı danışmışıq biz də öz fikirlərimizi bildirmişik. Amma ki, nəticə etibarilə də təbii ki, bizim fikirlər də çox şey dəyişmir. Amma ki, o deyir, görünən dağa bələdçi lazım deyil.